Organik, mükəmməl vitamin deposu olan, bax, belə bir evlatlarını çıxdırsın, ev şəraitində 10 dəqiqə vaxt sərf edəcəksiniz. Nədən ağzınıza xurmikdən. Xurma dostlar, gördüyünüz kimi xurmanı əlavə edirik və bizə nə lazımdır? Kakao. Kakaonu əlavə edirik, gördüyünüz kimi. Bizə lazımdır chia toxumu, təmiz, təzə sağılmış süt. Bunu yaxşıca indi blenderdə qarışdırmaq lazımdır dostlar. Deməli, gözəl bir dənə qab, süt və qarnalıq unu. İndi bunu qazda qəşəngcə bişiririk, smuzi vəziyyətdə gətiririk. Belə yaxşıca qarışdırırıq. Götürmürük əlimizi ki, neynəməsin, çürüməsin. Gördünüz necə qəşəng jeli alındı. Bax, bizə qatı da eləyə bilərsiniz, sulu da eləyə bilərsiniz, o sizin istəyinizi görədir. Gəlin indi yığaq. Gəlin indi yığaq. Öncədən xırdalanmış gözəl qozu da səpirik. Süt dostlar. Xurmik dostlar. Gözdəydi dostlar.